satışda çox şey itirmisən. Əgər bu iki məsələni bilmirsənsə, satışda çox şey itirmisən. 1. Doğru hədəf kütləni, auditoriyanı tapmaq, təyin eləmək. 2 isə bu hədəf kütlənin necə onlara satacağınızı bilmək. Yəni bu potensial müştərilərlə necə emosional kontakt qurmaq. 2. Onların ehtiyacını daha yaxşı anlamaq. 3. Bu ehtiyaclara uyğun təqdimatınızı formalaşdırmaq. Yəni sizə lazım olan auditoriyada da hamısı eyni kafada olan adamlar deyil. Ən az onlara uyğun şəkildə 2-3 fərqli formatda təqdimatınız olmalıdır. 4-cü isə təqdimatdan sonra qiyməti necə demək və necə arqumentləşdirmək ki, dediyiniz qiymət sizin təklif edəcəyiniz dəyərdən aşağı görsənsin və sizə baha da etirazı az gəlsin. Konkret olaraq baha da etirazı çox gəlirsə, deməli artıq siz bazardasınız. Növbəti isə etirazlarla işləməkdir. Siz etirazlarla bizə lazım deyil, bahadır, artıq sizi kimi bir şirkətlə işləyirik və s. etirazlar sizə gəlirsə, artıq etirazlarla siz işləməyi öyrənməyin vaxtı çatıb. Və növbəti məsələ isə artıq müştərini, belə bir məsələni deyim ki, müştərinin hazır olduğunu hiss eləyəndə konkret olaraq həmin müştəriyə satışı yekunlaşdırmaq lazımdır. Bu da çox ciddi bir bacarıqdır və bunu da təcrübə ilə öyrənmək olur. Bütün bunları öyrənmək istəyirsinizsə bizə yaza bilərsiniz. Biz kursumuzun proqramını sizə göndərəcəyik.